Nişan əmrindən istifadə. Bu əmrdən istifadə eləmək üçün mən bura bir tapşırıq yerləşdirmişəm. İlk öncə tapşırığımıza diqqət edək. Yuxarı hissədə rənglər qeyd olunub. Aşağı hissədə isə ingiliscə həmin rənglərin adları yazılıb. Biz həmin bu rənglərin üzərindən sıxıb aparmaqla uyğun rənglərə yerləşdirəcəyik. Və rənglərə yaxınlaşdırdıqca Azərbaycan dilində həmin rənglərin üzərində adlar qeyd olunur və mausu uzaqlaşdırdıqda həmin rənglərin adları görünmür. Adlar görünməklə bərabər diqqət eləsək, məsələn, burada ad qara rəngdə yazılıb, arxa fonu boz rəngdədir. Bu şəklin üzərinə yaxınlaşdırıram. Ad qırmızı rəngdə yazılıb, arxa fon çəhrayı rəngdə, kənarları qırıq-qırıq xətlərlə göstərilib. Məsələn, yaşlı rəngin üzərinə yaxınlaşdırıram. Yenə qırmızı arxa fon rəngi, ağ rəngdə yazı. Mavi rəngin üzərinə yaxınlaşdırdıqda qırmızı rəngdə ad yazılıb, ancaq heç bir arxa fonu yoxdur. Və biz bu nişan funksiyasından necə istifadə edirik ki, yaxınlaşdırdıqca adlar görünür, uzaqlaşdırdıqda isə adlar görünmür. Və mən tapşırığı icra eləyərkən, məsələn, mavi rəngi çəkib gətirib mavinin üzərinə qoyuram. Cavab doğru olduğu halda musiqi səslənir. Eyni ilə red qırmızı, gətirib qırmızı rəngin üzərinə sıxıram. Musiqi səslənir. Digər rəngləri də eyni. Nişan funksiyasını necə icra elədiyimizi izah eləmək üçün mən yeni bir səhifə açıram. Yeni səhifə açdıqdan sonra həmin bu şəkilləri, rəngləri ilk öncə səhifəyə əlavə eləməliyəm. Şəkilləri səhifəyə əlavə eləmək üçün biz həm bu şəkilləri, rəngləri, məsələn, mən internetdən əldə eləmişəm bu şəkilləri, siz internetdən əldə eləyə bilərsiniz. Yerləşdir bölməsindən yığdığınız hər hansı bir papkadan, mediadan yerləşdirə bilərsiniz. Eyni zamanda resurslar bölməsindən də yerləşdirə bilərsiniz. Məsələn, mən həmin şəkilləri resurslar bölməsində qeyd eləmişəm, yerləşdirmişəm. Resurslar bölməsindən şəkillərimi axtarıb tapıram, rəngləri və səhifəyə yerləşdirirəm. Mavi rəng və qırmızı rəng. Palitramızı da yerləşdirdik. Və bu şəklin üzərindən rənglərimizin adlarını qeyd edirəm. Məsələn, bleu, mavi rəng, red, qırmızı, bu, və yaşlı rəng. Rənglərimizi qeyd elədik. Rənglərimizi qeyd eləyəndən sonra mən seçirəm birinci obyekti, sarı rəngli obyekti. Daxil oluram xüsusiyyətlər icmalçısına. Xüsusiyyətlər icmalçısından nişan funksiyasına daxil oluram. Və çəkiliş yazılan hissənin qarşısında hansı sözü yazmaq istəyirəmsə, o sözü qeyd edirəm. Mən yazıram sarı. Şriftin adı bölməsinə qarşısına daxil oluram. Mən şriftimin istənilən formada seçirəm. Hansı formada istəyirəmsə. Məsələn, bu formada seçdim. Şriftimin formasını düzəltdim. Kontur üslubu bölməsinə daxil oluruq. Və burada bütöv xətt, punkt dirliyi, nöqtə, ştrix nöqtə, tire nöqtə qeyd olunub. Biz bayaqki tapşırığımıza, nümunəmizə diqqət eləsək, həmin nümunədə bəzi adların kənarında qırıq xətlər var idi, bəzilərində nöqtələr var idi. Eyni nöqtələri qeyd eləmək üçün buradan müəyyənləşdirik. Məsələn, ştrix nöqtə seçdim və göründüyü kimi mənim nişanımın kənarları ştrix nöqtə ilə qeyd olundu. Şriftin ölçüsü bölməsi burada çox kiçikdir. Ölçüsünü böyüdə bilərəm. Mən bu düymələrdən istifadə edərək şriftimi istənilən qədər böyüdə bilərəm. Şriftin rəngi bölməsinə daxil olaraq şrifti istənilən rəngdən rəngləyə bilərəm. Məsələn, yaşıl rəngdə.
Fon rejimi bölməsində əvvəlki nümunədə diqqət elədik ki, bəzi şəklin, nişanın arxasında fon var idi, bəzisində yox idi. Mən əgər tutqun seçsəm, nişanımın arxasında fon rəngi olacaq. Mən əgər şəffaf rəngi seçsəm, nişanın arxasında heç bir fon rəngi olmayacaq. Məsələn, mən tutqun rəngi seçim və fon rəngini də biz öz zövqümüzə uyğun dəyişdirə bilərik. Daxil oluram fon rənginə, istədiyim hər hansı rəngi seçirəm. Məsələn, bu rəngi seçdim. Növbəti davranış yazılan hissədə daxil olub, alətlər həmişə aktiv deyil, alətlər izahı əmrini seçirəm. Bu əmri seçdikdən sonra artıq bizim nişan funksiyamız hazırdır. Mən mausu bu şəklin sarı rəngin üzərinə yaxınlaşdırdıqda artıq sarı rəngdə göstərildi. Növbəti obyektləri də, növbəti şəkilləri də eyni ardıcıllıqla icra edirəm. Seçdim yaşıl rəngi. Daxil oluram xüsusiyyətlər icmalcısında nişan bölməsinə. Çəkiliş yazılan hissədə yazıram. Yaşıl, ölçünü bir qədər böyüdək yenə. Kontur üslubu punktirli, fon rejimin bu dəfə şəffaf seçək. Şriftin rəngini qırmızı rəng seçək. Davranış, alətlər izahı seçdik və artıq yaxınlaşdırdıqda, necə ki, sarı rəngdə olduğu kimi artıq yaşıl rəngdə də bizim nişanımız görünür. Mavi rəngi seçirəm. Çəkiliş hissəsində eyni ilə qeyd edirəm mavi. Şriftin adı bölməsində Arial Black. Kontur üslubu seçə də bilərəm, seçməyə də bilərəm. Fon rejimi qırmızı rəng. Əgər istəsəm, bu nişanı istədiyim hissəyə çəkib aparıb yerləşdirə bilərəm. Məsələn, hal-hazırda biraz ölçüsünü böyüdək ki, daha gözə çarpan olsun. Məsələn, mən bu nişanın üzərindən sürükləyib gətirib istədiyim hissəyə yerləşdirə bilərəm. Məsələn, bu hissədə yerləşdirdim və davranış bölməsində yenə alətlər izahı əmrini seçdim. Yenə də yaxınlaşdırıram. Həmin obyektin üzərinə yaxınlaşdırdım. Mavi sözü yazıldı. Yuxarıdakı nümunələrdə bizə göstərilmişdi ki, biz ingilis dilində olan adları rənglərin üzərinə aparıb yerləşdirdikcə musiqi səslənirdi. Həmin əməliyyatı icra eləmək üçün konteyner funksiyasından istifadə olunur. Bu funksiyanın icrası ilə bağlı məlumat almaq üçün bloqumuzun konteyner bölməsindən izləyə bilərik.